Naçenlik. Selim Bey, tacirler gelip sizi görmek istiyorlar. Reddele geçsinler, vaktim yok. Geç bu yana. Selim Bey, Hiç iş olmaz. bize bir ilaç. Amandır bey, bize kömek ele. Ne bir soydu, Bunlar be. Aşağı bulgur elinden şarban yoluna çıkabilirik bey. Ne Allah, Bu ne iştir be? Ne divan lan? Bir Bu eğleşin laf görək. oldu ki. Yaxşı, şimdi bizi neymeyi bey? Geçin eyleşin. Taşı bir yağmur Dayanın görək. Sakit olun. Nece sakit olaq? Biz tacir adamız. Kazancımız olmazsa bir adım da atmarız. Ha? Biz yol ölçürük, maya qoyuruq. Nəbi də elə bil bizim malımıza şərikdir. Alır əlimizdən, paylayır o lütlərə. Elə də şey olar. Bu zalim oğlu bir od olup düşüp canım. Ha? Siz de bir ayağı çarıklının elinde kalmışsınız aciz. Bir nedir ay başına dönün. Dağ dere doludur bu kırılmışlarla. Harda anasından güçten var cumhur onun yanına. Allah'a and olsun bey, bir danışın deyin də. Vallahi billahi al verilmek mümkün Selim Bey, değil. bu işlerin ahırı olacak ya yok. Olacak, olacak. Darıxmayın. Bey, ümidimiz sizədir. Bu nedir? Götür. Gidin. Bir encam çekerik. Sağ olun. Sağ ol bey. Sağ olun bey. Sağ olun bey. Çok sağ olun bey. Göreyim yemeyeceksen de. Salamat qalın bey. Ha. Ömrün uzun olsun bey. Sağ ol. Ne oldu onun adı? Nebi Bey. Nebi. Nebi. Yaxşı, bu da onun olsun qan bahası. Sen niye kız geline koşulmamışsın? Oğlun olacak. Toyumuzu da bizim ayaktaki çınarın altında eləyerek. Aşık el askeri de çağırttılar. Yürü ha! Gedirem ağır balım. Geç. Merdim azam. Gedir. Çok koyuyor. Yürü. Salam. Geç. Gedirem de. Hadi terpen de ha. Veliyem oğlu. Veliyem oğlu. Deyirəm bığları çok uzanıb. Belki bir el gezdirəsən. Evet, şulum çopay oğlu. Hay can. Ha? Güdürdü bizi. Yok vallahi. Canım Selim çok- Bey diyesen, onu da dağa daşa salın.
Aran deyib onunla. Yox. Necə idi o söz? Ha? Yox, canımı dərd azar alsın. Eşitdin də nə dedilər? Ay çoxa canımı dərdəzar alsın. Süpürgə buğların soğuya qalsın. Vəli əmi oğlu. Hə, nə vaxtdan biz səninlə əmi oğlu olduq, hə? Vəli... Nəbi qağa, qurbanın olum. Al məni bu xırsızın əlindən. Ne olub? 3 gündür burnu xırdı bu həndəvərdə. Gülürdü bizi qurumsal oğlu. Uşaqları göndərdim, xırtlayıb gətirdilər. Yalan deyir. Yox, səhv eləyir. Vallahi səhv eləyir Nəbi qağa. Görürsə gedirdim Nəbi qağa. Düşdüm dumana. Azdıb da. Yalan deyir Əcilaf. He. Ne vaxtdan görürsün yolu bu yanlardan olub, ha? İndi əlin böylə ətəyindədir, yəqin cibin dolu olar. Axtarın onun üst başını. Yaxın gəl. Oxu. Oxu Mirzə, oxu. Zəngəzur nahiyyəsinin pristavı Əliyar bəy cənablarına. Səltənətin qorxulu düşməni Quldur Nəbinin yerini öyrənməkdə bu adama kömək edin. Naciz. Yildi görsə gedirəm. Beləsinin boğazını üzəsən. Nahaq qoymursan öldürün bu əclafı. Lazımdır. Səlim bəy, balaların yetim qalsın. Yetim qoydum balalarımı. Nəbi qağa, qadan alım. Onun qanı halaldır sənə. Sənin başını gətirənə 500 qızıl qoy. Allah şükür. Çox şükür sənə aldım. Canım qutardı. Canını qurtarmağına qurtardın. Amma səni gərək elə bir abra salam ki, heç sərin bərəkət olmasın. Aldım payını, geç çağır sənin payını. Bilirdim ki gələcəksən. Nüsrət bəyin oğlu gəlməyə bilməzdi. Səni sabah toya çağırıram. Bəy! Ha bəy! Başa dönəm. Sənədə sən gəl, axta bax, yer qal. Öyrənmişəm, hamısını öyrənmişəm. O Mollu gədəsi nəbi özünə Nə toy deyirsən, hə? Deyirəm ki, yerlərini öyrənmişəm. O Mollu gədəsi nəbi özünə toy eləyir. Əlimizə bir daha belə gəlevə düşməz qadan alın bəy. Bu nə də, arvad kimi, nə yaşmanıbsan?